Gözəl yatırım adətən nə olur? Fikirləşirsiniz ki, sizin yatırımınızdan nə qədər pul qalsa, o qədər xoşbəxt olacaqsınız. İnsanlar adətən o dalğa olur, yuxarı qalxır. Deyək ki, Bitcoin gəlir 95-ə, siz 95-də satırsınız, çünki Bitcoinu 17-dən 20-dən almısınız. Bitcoin 110-a gələndə siz fikirləşirsiniz ki, mən Bitcoin'dan 10.000 itirdim. Demirsiniz də 4x eləmişəm, mən 4 dəfə artıq qazanmışam. Amma mən o qazancı ilə xoşbəxt olan insanam deyənə, mən hər zaman deyək ki, X coin'i də alanda mən onu nə zaman satmaq istəyirəm, avtomatik bir fill order qoyuram. Və mənim hər kəsə məsləhətim olur ki, dollar cost average dediyimiz, yəni hər həftə, hər ay davamlı sürətdə alırsınızsa, satanda da dollar cost average-dən satmalısınız. Deyək ki, mənim ən son elədiyim ən böyük yatırımlar Bitcoin idi. 17-dən 22.000-ə qədər almışdıq və mən 95-dən 115-ə qədər satışlar qoymuşdum. Necə ki almışdım, elə də satdım. Hər birində ortalama 4.5x. İki diapazonumuz vardı. Alış diapazonu, satış diapazonu. Satış diapazonu və mən onu o 95-də satanda gəlib 115-ə, 130-lara, 160-lara qədər səhv eləmirəmsə. Sizdə heç bir FOMO yoxdur. Məndə heç bir FOMO yoxdur və mən oturub hər kəsə o itirdiyim pulun dərdini çəkmirəm. Mən deyirəm ki, zaten 4-5x eləmişəm. Və çox insan, yəni əminəm ki, siz də bayaq dediniz də ki, 20-də satdım, sonra 75-ə gəldi, çıxdı Trump token. Siz oturub ağlamalısınız ki, indi mən ayda o qədər pul. Əslində yata-yata 5x qazanmışam. Yəni 500% pul qazanmışam yatırımımdan.